Sevginin mətbəxindən hər kəsə salam. Bugün sizlərə zebra formasında mini keks hazırlayacağım. Siz də belə keks hazırlamaq istəyirsinizsə, videonu sona dək izləyin və mənə abunə olmağı unutmayın. İndi isə hazırlanma qaydası ilə tanış olaq. Keksi hazırlamaq üçün bizə lazım olan ərzaqlar: 3 ədəd yumurta, bir qabın içərisinə sındırıb yaxşıca çalırıq. Daha sonra isə 1 stəkan şəkər tozu töküb yenidən çalırıq. Şəkər tozu tam həll olduqdan sonra 1 stəkan qatıq töküb yenidən qarışdırıram. Qatıq da həll olduqdan sonra yarım stəkan duru yağ əlavə edib yenidən qarışdırıram. Daha sonra isə 2 stəkan un əlavə edib qarışdırıram. Unu az-az əlavə edib qarışdırıram. Ən sonda isə 1 paket qabartma tozu əlavə edib qarışdırıram. Artıq xəmirimiz hazırdır. Bu xəmirdən bir qaba əlavə götürürəm. Daha sonra 2 qaşıq kakao töküb qarışdırıram. Xəmirimi öncədən isidilmiş qablara əlavə edirəm. Zebra formasını alması üçün bir adi xəmir, bir kakaolu xəmirdən əlavə edirəm. Bütün qablara tökdüm, artıq hazırdır. İndi isə çöp vasitəsi ilə üzərini bəzəyəcəm. Artıq kekslər bişməyə hazırdır. 180 dərəcədə 25 dəqiqə bişirirəm. Budur, artıq bişib hazırdır. Çox gözəldir. Həm yumuşaq, həm dadlı. Bəyəndinizsə, məni izləməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.